Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə siz əziz, dəyərli, hörmətli izləyicilərə, yoldaşlara, sırdaşlara salam ərz edirəm. Deyirlər ki, atası olmayan bir gün ağlayar, anası olmayan hər gün. Atasız toyda yetimdir, anasız gündə yetimdir. Atasına aq olan çörəksiz qalar. Atalar sözü sözlərin gözüdür. Atalar gününü mən bütün atalara təbrik deyirəm. Bu atalar günü demək olar ki, münasibəti bizim müttəqilərin imamı, möminlərin müttəqisi Həzrəti Əlinin doğum gününü adlandırıblar. Mən çox xoşluram ki, o Həzrətlə bağlı bir qıssaca sizinlə söhbət açam. Siz bilirsiniz ki, Həzrət Əli demək olar ki, o zaman ki Peyğəmbər 30 yaşı var idi, anadan olur. Bunun atası Əbu Talib, anası Fatimə binti Əsəd olur. Demək olar ki, Həzrət Əli 10 yaşı olaraq peyğəmbərçiliğə çatır. Və bu Həzrət 24 yaşında, yəni Peyğəmbərin peyğəmbərçiliğindən 14 il keçəndən sonra Həzrəti Fatimə ilə evlənir. Ondan 4 uşaq İmam Həsən, İmam Hüseyn, Zeynəb və Həzrəti Zeynəb və Ümmü Kulsum demək olar bunun uşaqları olubdur. İndi söz burada budur ki, Həzrət ondan əlavə ayrı xanımları da olub, ayrı uşaqları da olub ki, tarixçilər bizi 27-dən demək olar tutaraq 39 uşağa kimi gətiriblər ki, Həzrət Əlinin uşaqları olubdur. Hər halda Həzrət Əli bir böyük insan olubdur. Onun böyüklüyündə bu qədər kifayət eləyir ki, onunla bağlı fərqli sözlər deyilibdir. Bir sıra demək olar möminlər və müsəlmanlar Həzrət Əlini heç xəlifə bilmirdilər. Bir sıraları bunu Allahın özü bilirdilər əslən ki, Həzrət özü öz qılıncı ilə bunları aradan götürürdü. Bir sıra möminlər və müsəlmanlar demək olar ki, bunu bir təkcə xəlifə bilirdilər. Bir seriləri imam bilirdilər, bir seriləri həkim bilirdilər. Ona görə belə bir fərqli baxışlar bir şəxsiyyətlə bağlı onun o yüksək səviyyədə olmasını və böyüklüyündən demək olar hekayət eləyir. Həzrət Əli çoxlu ləqəblər demək olar özü ilə daşıyır. O cümlədən Ələmul Ümmə, Əvvəlu mən Əsləm, Əvvəlu mən Səlla, Xeyrul Bəşər, Əmirul Müminin, İmamul Muttəqin, Seyyidul Müslimin, Seyyidul Müminin, Əmududdin, Seyyidul Şəhəda, Seyyidul Ərəb, Rayətul Huda, Babul Huda, Heydərul Murtəza, Əl-Vəli, Əl-Vəsi. Bunlar yəni kiçik bir ləqəblər deyirlər ki, o Həzrət özü ilə tarix boyu bunları daşıyıbdır. Birinci insan ki, İslam gətirib, birinci insan ki, namaz qılıb, ən yaxşı insan olub, ümmətin ən bilgin insanı olubdur, müttəqilərin imamları olubdur, müslümlərin, möminlərin ağaları olubdur, dinin əmudu olubdur, şəhidlərin ağası olubdur, ərəblərin ağası olubdur. Və bu demək olar, bu ləqəblər kiçik ələ gəlməyibdir bu sadəlikdə. Həzrət özünüz bilirsiniz ki, çoxlu bir fədakar bir insan olubdur İslam yolunda. Və o da o Leylətul Məbit gecəsində ki, hazır olur ki, bilirdilər ki, orada o Peyğəmbəri öldürəcəklər, özü gəlir, o təxtidə yatır və Peyğəmbər Məkkədən çıxır və Mədinəyə sarı gedir. Siz baxırsınız, görürsünüz ki, demək olar bununla bağlı da bizim Quranda
ayəmiz vardı ki, demək olar bütün müfəssirlər buna işarət eləyirlər ki, bu ayə elə o gecə üçündür, Leylətül Məbid üçündür ki, Həzrət Peyğəmbərin yerində yatdı. Minən-nasi mən yəşri nəfsəhu ibtiğaə mərzatillah 207-ci ayə Bəqərə surəsindədir. Bir sıra insanlar vardılar ki, canlarını Allahın rızayəti üçün tərəziyə qoyurlar və canlarından keçirlər. Həzrətdən demək olar o kitabı ki Şərif Rəzi yığıbdır, Nəhcül Bəlağə bizim əlimizə çatıbdır. Bir insanı ki ərəb ədəbiyyatında uzman olur, bilir ki bu səbk yazmaq, bu metodolojiya yazmaq təkcə bir insana aid ola bilər. O kəlmələri bir xas bir insan eləyə bilər, onları inci kimin düzsün bir-birinin yanına, ondan bəlağət yaratsın. Və o Nəhcül Bəlağədir ki, bizim əlimizə çatıbdır. Xutbələri var, namələri var, hikmətləri var. O önəmli namə ki, əhdnamə Malikaşdərə məruf olan bir əhdnamədir və indi də bizim elə siyasətçilikdə arada bir ona işarət olunur. Çox güclü bir namədir. Bu namədə siz federalizmi görə bilərsiniz. Bu namədə siz qüdrətin dağılmasını görə bilərsiniz. Bu namədə siz əncümənhay əyaləti və vilayətini görə bilərsiniz. Bu namədə siz hər ustanı bir dənə dövlət görə bilərsiniz. Çünki bu namədə Həzrət Misri ki o zaman bir dənə vilayətlərdən sayılırdı. Orada demək olar Malikaşdərə yazır ki, sən qaziləri seçkinən, sən öz işləyənləri, karmətləri, əli altında olanları sən seçkinən. Bir vali, bir ustandarı ki, eləyə bilə öz qazısını seçə, eləyə bilə öz müdiri kollunu seçə, bu şiənin dövlətçiliyində, Həzrət Əlinin düşüncəsində, onun Nəhcül Bəlağəsində biz tapa bilərik. Yəni o Həzrətin düşüncəsində qüdrətin bir yerə toplanması, yığışmasını siz görənmirsiniz. Ona görə çoxlu gözəl cümlələr burada işlənibdir. O cümlədən və əş'ir qəlbəkə rəhmə lirrəiyyə vəl-məhəbbətə ləhum vəl-lütfə bihim və la təkunənnə əleyhim səbuən zariyən təxtənimu əkləhum. Sən öz ürəyində adamlar üçün məhəbbətivi və mərhəmətivi və lütfüyü yağdırcınan. Mənim valim ki, sən gedirsən ora. Olmacla, yırtıcı heyvanlar kimin olmacla ki, eləyəsən onların didəsən və dağdasan. Onlar sənin ya dinçilikdə qardaşındılar, ya yaradıcılıqda sənin qardaşındılar demək olar. Xub, sonralıqda gəlir, birdən deyir ki, vəlyəkun əhəbbul umur eleykə əvsətəhə fil həq və əmməhə fil ədl. Hansı işlər sənə sevməli olmalıdırlar? O işləri ki, həqqə sarıdırlar. O işləri ki, ədlə sarıdırlar. Həqq ilə ədl, təqva 3 dənə ağır qavramdırlar ki, Nəhcül Bəlağə onların üstündə demək olar dayanır. Sonralıqda gəlir, birdən deyir ki, vəla tudxilənnə fi məşvərətəkə bəxilən yə'dilu bikə ənil fəzl. Amandır, bir paxıl insanı məşvərətində gətirməcnən. Bu paxıl insan səni qoymayacaqdır ki, o fəzilətdən bəhrə aparasan və səni ondan uzaq saxlayacaqdır. Ya birdən deyir, ennə şərrə və zəraik mən kanə lil əşrarı qəbləkə vəzirən. Sənin ən pis vəzirlərin odur ki, keçmişdə o pislərə vəzir olmuşdur. Axı, hey bu çərxəni niyə dolandırırsınız? Neçə min nəfəri bu müdiriyyətdə oradan götür, ora qoy, oradan götür, ora qoy. Və bir belə adamlar doğulublar, bir belə təcrübələr gəliblər. Bunları gərək siz müdiriyyətə keçidəsiz. Bir para vəzirlər, onlar ki, keçmiş dövlətlərdə anlı açıq yaşamayıblar, anlı açıq bunların karnamələri olmayıbdır. Siz bunları dövlətçiliyə çağırmayın. Bu, Həzrət Əlinin öz sözüdür ki, burada neyniyir? Gətirir. Hər halda bu namə açılmalıdır. Bu naməyə yenidən biz baxmalıyıq. Demək olar ki, o
qazilər nə cür seçilməlidirlər, müdirlər nə cür seçilməlidirlər, maliyyat nə cür almalıdırlar, münşilər necə olmalıdırlar, yazıçılar necə olmalıdırlar, iqtisada baxımı nədir? Nədir? Fəmnə minəl ehtikar. Amandır, qoyma bir yerdə ehtikar olsun, malı yığalar, toplayalar ora. Fə innə Rəsuləllah sallallahu aleyhi və alihi mənə minhə. Peyğəmbər onu mən eləyibdir. Vəliyyəkunil bəy'u bəy'ən səmhən bi məvazin ədlin. Amma alış-veriş gərək çox rahat ola. Yəni o düyünlərdən uzaq ola. Çox sadə, mən satıram, sən alırsan və ədalət üzü ilə, məvazin ədlin. Həzrət orada neyniyir? Gətirir qiymətlərə kimin burada Həzrət bu namələrdə işarət eləyir və son sözü də burada budur ki, o kasıb insanlar, onlar ki zəif saxlanıblar, məhrum olublar, hər halda təbiət bunlardan bu fiziki güclər alıbdır, amandır onlara siz gərək yetişəsiz. Sommə əllə fittəbəqətil sufla minəl-ləzīnə la hiyətə ləhum minəl-məsəkin vəl-muhtacin və əhlil-busa və zəmna. Amandır ki siz bu aşağı təbəqələrdə yaşayan insanlardan gərək sahib olasınız. Bunlara heç yolunuz yoxdur ki, bu miskinlərdən, bu muhtaçlardan, bu əlləri bağlı insanlardan siz neyniyəsiniz? Gərək sahib olasınız. Çox xoşluram ki, inşallah gələn bölümlərdə Nəhc-ü Bəlağə ilə bağlı sizinlə yeni də söhbətlər açaq. Nəhc-ü Bəlağənin hikmətləri türk hikmətləri ilə çox yaxın gedir və yaxın qavramları neyniyir, daşıyır. Biz onların bir sıralarını açmışıq. Gələn bölümdə də bir sıralarını sizinlə açacağıq. Ata günü, Həzrət Əlinin doğum günü, siz möminlərə, müslümanlara təbrik deyirəm. Bütün möminlərə Allahdan can sağlığı, əmn, əmanlıq, rahat yaşamaq arzulayıram. Sağ olasınız.